Salam əmi. Aleyküm salam. Əmi, mən iş axtarıram, iş verə bilərsiniz? Hardasa işləmsən? Bəli, çayxanada. Bəs niyə çıxdın? Əmi, maaş sərf eləmirdi. Saat 8-də gedirdim, 2-də qayıdırdım. Gün 10 manat. 2 manatında yol pulu verirdim evə. Gecə saat 2-də evə gəlirdin. Bəli. 8-dən 2-yə kimi. Bəli. 10 manat verirdi, onun da ikisi gedirdi taksiyə. Bəli. Ay o bəzi müdürlər. İstəyir Şahlıq Sarayı müdürləri olsun, istəyir çayxana müdürləri olsun. Biraz insafsız olsun. Əgər bu gün sən bu işçilərin sayəsində pul qazanıb, öz balaları o çörək, ruzi aparırsansa, bu uşaqların, bu işçilərin sayəsində aparırsan. Nə olar ki, orada gün ərzində sən 100 manat qazanırsansa, heç olmasa bu afsiyatın pulunu 25 manat, 20 manat pul elə, qoy bu da evinə ruzi aparsın, bu da evinə çörək aparsın. Sən orada onu 8-dən 2-yə kimi aparsan, işlədirsən, çölə kimi. Və 10 manat versən, bu uşaqlar 10 manatın 2 manatında taksiyə verir. Bu insaf deyil axı. Yəni Allahdan qorxmaq lazımdır. Bugün sən çörək yemək istəyirsənsə, bu kasıb balalar da, bu afsiyantlar da çörək yemək istəyir. Çalışın Allahın verdiyi ruzidən bunlara da ayrıl, yaxşı pul ayrıl. Qoy bu uşaqlar da işləməyə həvəslə yanaşsın. O nə deməkdir ki, mən özümü fikirləşim, kim köləli eləsin, kim əzab çəksin, mən yaşayayım, o pis yaşasın. Nə olacaq ki? O çörəyi sənə verən Allahımızdır, uca Allahımız. O verilən çörəkdən, ruzidən sən də beləncə işçilərə ayırmalısan. Çünki hər birinizin qabağına gün gələcək, Allah çıxardacaq. Yəni, xahiş edirəm bəzilərinizdən. Yaxşı insanlar da var, yaxşı müdürlər də var. Çalışın işçilərə dəyər verin. Nə olsun ki müdürsən? Müdürsən o demək deyil ki, sən hansısa işçinin başına çıxasan. İnsanlara dəyər verin, ruzi verin, çörək verin. Bu insanlar da sizə görə sevindirin də onları. Onlar da yemək istəyir. Cavan uşaqlar da, elə uşaqlar var ki, 15 yaşı var, gəlir saat 8-dən 2-yə kimi işləyir, ona 10 manat versən, ona da 2 manat gedir taksiya. Bunu Allah götürməz. Amma mən təəssüf eləyirəm. Belə uşaqları görəndə mən çox pis oluram. Hətta kişi olsam belə məni ağlamaq da tutur. Çox ayıb olsun sizin kimi bəzi müdürlərə. Ayıb olsun hər birinizə.